Bərdədə bir kəndi ayağa qaldıran xoşagəlməz hadisə baş verib. Belə ki, 14 yaşlı qız uşağına qarşı qeyri-etik davranan oğlanlar həm də şəklini və videosunu çəkərək kənd sakinləri arasında yayıblar. Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib. Çarəsiz qalan ana mətbuat orqanları vasitəsilə aidiyyatı qurumlara müraciət edib. Sizdən artıq dərəcədə xahiş edirəm, bütün televiziya kanallarından mənim uşağımı zorlamaqla tuturmuşuq. Uşağımı məcburiyyətimi deyə də bilmirəm. Xahiş edirəm, bu işi səhər mənim uşağımı eləyəlim, başqasının da uşağını eləyəlim. Bunu açıqlayın ki, qoyun millət bilsin ki, belə bir insanlar bu şərtdə qalmasınlar, çıxsınlar. Çıxıb getsinlər, mənim bu kəndi, mənim uşağımı mundarlayamadan bu kənddə qalmasın. Çıxsın, artıq dərəcədə xahiş edirəm, bu işə baxsınlar. Baxmasalar da özümü öldürəcəm. Necə mənim uşağımı mundarladılar, onların da uşağının cəzası çəkilsin.